Yumuşaq olasan, insanlara meydan verəsən, ətrafdakı insanlara. Tərbiyədə də belə olmalısan. Övlad tərbiyəsində də belə olmalısan. Yumuşaq rəftarınla övladıva səhv eləmək şansı da tanıyasan. Səhvinin qabağını dərhal acı rəftarla almayasan. Bunun pis nəticələri olur. Test keçirdiblər, mən baxmışdım, idmançıları yoxlayıblar. Məsələn, basketbol, voleybol, hansısa bir idman növündə. Kobud məşqçisi olan adamlar, məşqçiləri kobud olan adamlar, baxıblar, görürlər ki, az səhv edirlər. Çox diqqətli olur. Onun sərtliyi, bunun diqqətinin toplanmasına səbəb olur. Amma o adamlar ki, məşqçiləri yumuşaqdır, çox səhv edirlər. Bunu yoxlayıblar. Düzdür, belədir. Amma məsələ bundadır ki, təzyiqlə nəticə almağı dinimiz bəyənmir. Bəli, səndən çəkinib yaxşı nəticə alacaq, amma bu prosesdə şəxsiyyəti zədələnəcək. Şəxsiyyətinə zərbə dəyəcək. Məqsəd təkcə nəticə əldə eləmək deyil. Şəxsiyyətsiz nizamlı adamlar var. Şəxsiyyətini itirib, amma nizamlıdır, nəyinsə qorxusundan. Belə bir ordu formalaşarsa cəmiyyətdə çox təhlükəlidir. Ümumiyyətlə, şəxsiyyətsiz uğur qazanan adamlar var, onlar çox qorxuludur. Onlar çox təhlükəlidir. İnsanlar o qədər nəticəyə köklənir ki, metod yaddan çıxır, unudulur. Bir insanı xarici faktorlar hansısa rəftara vadar eləyirsə, o çox yanlış bir haldır, kiçiklikdir, cılızlıqdır. Biz elə olmalıyıq ki, bizim şəxsiyyətimiz bizi vadar eləsin yaxşı olmağa. Şəxsiyyətimiz bizi vadar eləsin ki, biz nizamlı olaq, işə gecikməyək. Bir də var ki, hansısa xarici faktor, hansısa bir cəza bizi vadar eləsin. Bu ikisinin böyük fərqi var. Nəticədə hər ikisi nizamlıdır. Amma nizamın qaynağı nədir? Bu önəmlidir. Bu çox mühüm məsələdir. Nəticəyə tez çatmaq məqsəd deyil. Dinin deyərdim, əsas çətinliyi bundadır. Dinin əsas çətinliyi bundadır. Diktaturanın və qərb demokratiyasının ən böyük eybi bundadır ki, xarici faktorlarla insanları nəyəsə vadar edirlər. Nəticə gecə olsun, amma köklü olsun. Din belə bir tərbiyə təklif edir. Bunun üçün geri çətinlik çəkəsən. Uşağın sənə əziyyət verməlidir, dözməlisən, səbr eləməlisən. Tələbə, şagird sənə əziyyət verməlidir, buna səbr eləməlisən. Amma nəticədə sonradan şəxsiyyət olacaq qarşındakı olan adam. Çoxu əziyyətdən qaçır tərbiyədə səsinə güc verir, əsəbinə güc verir. Çünki nazı ilə oynamağa səbri çatmır. Amma ki, uşaq tərbiyə eləyir. Nazı ilə oynamaq deyəndə mən həmişə deyirəm, məqsəd ərköyün uşaq böyütmək deyil, yox. Şəxsiyyətini qoruyaraq, yumuşaq rəftarla, sayğı ilə, hörmətlə davranmaqdan söhbət gedir. Bəziləri başqalarına əziyyət verir ki, özü əziyyət çəkməsin. Bəziləri də heç kimə əziyyət vermir, bilirsiniz niyə? O səbəbdən ki, heç kəsi görmür ətrafında. O qədər etinasız və bivecd insanlara adamları gərək görəsən, dəyər verəsən də, görməyib, əhəmiyyət verməyib, əziyyət verməmək də bir şey deyil. Həm cəmaata diqqətli olasan, həm qayğıkeş olasan, həm də əziyyət verməyəsən bu hünərdir. Müəllim tələbə etsin ki, necəsən, nə var, nə yox, fikir verirəm, narahatsan, yorğunsan, eviniz hardadır, uzaqdadır, vay, oradan bura necə gəlirsən, necə gəlib çatdıra bilirsən. Belə bir cəmiyyət lazımdır. Ki, insan qonşusuna, dostuna, yanındakına, avtobusda biri ilə gedir, o ilə, ətrafdakı ilə, tanış olduğu ilə, hamı ilə diqqətli davranan. Eyni zamanda da o qədər ehtiyatla davransın ki, heç kəsə əziyyət verməsin. Adamları vecinə almayıb, heç kəsə əziyyət verməmək də hünər deyil. Bir Arifin barəsində oxuyurdum.
Ya danışırdı bir nəfər, bir arif insanın. Adını bilirsiniz, demirəm adını. Çünki məqsəd bəzən hərdən demək lazımdır, hərdən onun hərəkətinin nümunə olduğunu göstərmək üçün şəxsiyyətini demək lazım deyil ki, hərəkəti şəxsiyyətinin arxasında itməsin. Arif şəxslərdən birinin övladı deyir ki, qohumlardan vay o gündən biri xəstə olardı. Eşidib ki, filan kəs xəstədir. Neçə ay əl çəkmirdi, soruşur ki, onun necə oldu? Deyirdi, bu yüngül bir soyuq dəyməkdi, keçdi, getdi. Yenə soruşurdu səhəri ki, birdən yenə narahatçılıq olar. Deyir, yavaş-yavaş artıq gizlədirdi bundan. Gizlədirdi. O qədər ki, bu diqqət eləyirdi, narahat olurdu. Deyir, uşaqlarımız üçün cüzə almışdıq. Qabaqlar uşaqlar üçün alardılar, uşaqlar cüzələrlə oynayardı. Elə şeylər var idi, indi yoxdur elə şey. Cüzəyə ehtiyac yoxdur, indi oyun yerdən, göydən yağır. Kompüterlər hər şeyi əvəz eləyib, kompüterdəki oyunlar. Deyir ki, cüzə alırdıq, uşaqlar oynasın, bunun günü qara olurdu. Bir görsən, soyuqda çıxırdı gecə vaxtı, görürdü ki, baxır ki, cüzələr hardadır, soyuq olmayıb. Tapşırırdı ki, pişik aparmasın onları, yeməsin. Sonra yavaş-yavaş deyir, almadıq da, gördük bu əziyyət çəkir. Sonra soruşur ki, bəs uşaqlara cüzə zad almışsınız çoxdandır. Demədik ki, sən bizim günümüzü qara eləyirsən. Sənin dərdini çəkməkdən ölürük də, biz cüzə almırıq ki, sən, sonra da bilmirik, onlara baxaq ya sənin dərdini çəkək. Yaşlı adamsan, çıx, demədik bunlar ona. İndi canlıya bu qədər dəyər verən insan görün, insana nə qədər dəyər verər və insana insan dəyər versə heç ona əziyyət verər, verməz. Heç zaman verməz. Heyf ki, biz bunları uzun illərdir danışırıq, cəmiyyətimizdə azdır belə insanlar.